Yaz aylarında küçə və parklarda qarşımıza çıxan bu bitkinin 25 xəstəliyi sağaltdığını bilirdinizmi? Əsrlərdir xalq təbabətində istifadə olunan zəncirotu bitkisinin bugün faydaları haqqında danışacağam. Onun istifadə qaydası və müalicə üsulları haqqında videomuzda ətraflı məlumat alacaqsınız. Diqqətiniz məndə olsun. Bu bitkinin yarpağı, kökləri və çiçəkləri leykozla mübarizədə möcüzə yaradır. Zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykozun 3 növünü məhv etdiyi aşkar olunur. Deməli, bu bitki 48 saat ərzində xəstə hüceyrələrin 95%-ni məhv eləyir. Bəli, düz eşitdiniz, tam 95%-ni. Windsor Xərçəng Araşdırmaları qrupunun əməkdaşı onkoloq Karolina Ham leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı bir pasiyenti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyi başlamağı tövsiyə edib. Bir müddətdən sonra onu müayinə edən həkim nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Deməli, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox tədqiqatların nəticələri təsdiq eləyir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Zəncirotunun faydalarından yararlanmaq üçün onun bütün hissələrindən istifadə edə bilərsiniz. Zəncirotundan hazırlanan çay müxtəlif xəstəliklərin müalicəsi zamanı çox təsirlidir. Qanda şəkər səviyyəsini endirir, xolesterini yox eləyir, mədə-bağırsaq sisteminə çox xeyirlidir. Zəncirotu çayı sidikovucu təsirə də malikdir. Ondan mütəmadi istifadə eləməklə börəklərdə daş yaranmasının qarşısını ala bilərsiniz. İndi də gəlin sizə bu möcüzəvi bitkidən hazırlanan çayı təqdim edeyim. Bizə lazımdır 5 ədəd zəncirotu bitkisinin çiçəyi. Bu çiçəkləri stəkana qoyub üzərinə qaynanmış su əlavə eləyin. Üzərinə qapaq örtüb 20 dəqiqə dəmdə qoyun. Budur, qarışım hazırdır. Gündə 2 dəfə yeməkdən əvvəl içmək məsləhət görülür. Proseduru 2-3 həftə hər gün etmək olar. Zəncirotu çayını müntəzəm şəkildə qəbul etsəniz, arıqlamağa kömək eləyir, qəbizliyi yox eləyir, həzmi nizama salır, orqanizmdə detoks effekti yaradır. Zəncirotunun kökü ürək xəstəlikləri, diabet, xolesterol kimi sağlamlığa mənfi təsir eləyən amilləri aradan qaldırır, orqanizmi dəstəkləyir. Zəncirotu xərçəngli hüceyrələrə təsir göstərir, xərçəngin daha geniş əraziyə yayılmasına mane olur. Elmi araşdırmalar da bunu sübut eləyir. Zəncirotu çiçəyi dəriyə qulluq vasitələrində də qarşımıza çıxır. Bəzi dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Öd kisəsi daşının əridilməsində təbii üsullardan biri də 3 ay boyunca zəncirotu çayı içməkdir.